Qərbin vədlərinə inanıb, qərb yönümlü siyasət seçən ölkələrin aqibəti acı nəticələrlə yadda qalır. Ukrayna ərazi bütövlüyünü itirdi. Minlərlə insan həlak oldu. Milyonlarla ölkədən köçdü. İqtisadiyyat çöktü. Gürcüstan iki bölgəsini itirdi. Müstəqil siyasətə qayıtdıqdan sonra Avropa tərəfindən düşmən elan olundu. Moldova isə eyni səhvləri təkrarlayır. Dövlət kimi olduqca kövrəkdir və bu mənzərədə yalnız Azərbaycan öz milli maraqlarına əsaslanan siyasət yürüdərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Prezident İlham Əliyevin Avropa Şurası və Qərbin təsir metodları ilə bağlı fikirləri də məhz bu reallığın üzərində dayanır. Bu haqda danışırıq, qonağı millət vəkili Bəhruz Məhərrəmovdur. Bəhruz müəllim, salam, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun. Təəssüflər olsun ki, təcrübədə nümunələr var, amma bu nümunələrdən dərs çıxarmayan ölkələr də var. Misal üçün Ermənistan kimi. Hazırda biz Ukraynadan danışırıq. Misal üçün, baxın, ötən gün yenə bombardman olunub, uşaqlar da daxil olmaqla xeyli sayda həyatını itirənlər var. 34-dən çoxdur, xilas etmə işləri aparılır. Hələ də yəqin ki, kimlərsə tapılacaq, çıxarılacaq. Digər tərəfdən Gürcüstan, qonşumuz Gürcüstan, Amerika Birləşmiş Ştatları tərəfindən, Avropa tərəfindən düşmən elan olunub. Bax, bu bütün proseslərin fonunda Azərbaycanın istərdim ki, Qərbin sözü ilə oturub durmamasına toxunaq. Öz müstəqil siyasətini həyata keçirməsinə toxunaq və bütün bax, bu təzyiqlərə, ikili standartlara, ədalətsiz mövqeyə baxmayaraq ərazilərini suveren etməsindən, bütöv və tam etməsindən danışaq. Bunu biz necə bacarırıq? Təşəkkür edirəm. Çox vacib və bugün insanımızla, Azərbaycan insanı ilə ən çox danışılacaq mövzu ətrafında müzakirə aparmaq doğrudan çox zəruridir. Ondan başlayaq ki, yol öndəri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda, müstəqil Azərbaycanda artıq hakimiyyətə qayıtmasından sonra dövlətçilik tariximizin elə günü, elə anı yoxdur ki, bizim suverenliyimizə doğru bizi aparmasın, müstəqilliyimizi daha da möhkəmlənmək istiqamətində fəaliyyətin şahidi olmayaq. İlk növbədə Azərbaycan ərazi bütövlüyünü tədricən bərpa etməyə başladı. Daxildəki destabillik durumunu aradan qaldırdı. Eyni zamanda Azərbaycan bir dövlət otoritəsi, dövlət strukturu tədricən normal fəaliyyətə başladı və 90-cı illərin o yaratmaz hakimiyyət dövründən keçidi, hansı ki onlar Sovet dövrünün ənənələrini yerinə yeksan etmişlər, hansı ki bilirsiniz 60-80-ci illərdə Azərbaycanın inkişaf dövrünün qızıl dövrü idi Sovet hakimiyyət illərində. Həmin onun heç olmasa müsbət nəticələrindən faydalanan ölkələr var, nümunələr var. Bax, Azərbaycan o nümunələri tanımaq istəmirdi 90-cı illərin hakimiyyəti, amma Ulu Öndərin hakimiyyəti gəlişindən sonra biz tədricən dövlətçilik yolunda tədricən irəliləməyə, qonşularla münasibətləri normallaşdırmağa başladıq və hər günümüz bizim inkişafa, eyni zamanda müstəqilliyimizin, suverenliyimizin möhkəmlənməsinə yönəldi. Və Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin hakimiyyət illərində də Azərbaycan bu xətti davam etdirdi, amma tamamilə yeni mərhələyə daşıdı. Biz bilirsiniz, konstitusiyon niyyətlər bəyan etmişik, amma bu konstitusiyon niyyətlərin reallaşması üçün güc, imkan lazım idi. Biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpasını tam şəkildə bərqərar olunmasını ali məqsəd kimi qoymuşduq. Müstəqilliyimizin qorunmasını ali məqsəd kimi qoymuşduq, amma Qarabağ, Şərqi Zəngəzur kimi bütöv böyük bir ərazidə, Livan ölçüdə bir ərazidə biz hələ də suverenliyimizi bərqərar edə bilmirdik. Möhtərəm cənab prezident, bax, bu amilə son qoydu. Azərbaycan ərazi bütövlüyünü, sərhəd bütövlüyünü təmin etdi. Möhtərəm cənab prezident eyni zamanda Azərbaycanda separatizmin kökünü kəsməklə bir effektiv separatizmlə mübarizə nümunəsi ortaya qoydu. Bütün bunlar təbii ki, Azərbaycanın öz güc və imkanlarını reallaşdırmağa imkan yaratdı. Bilirsiniz, coğrafiyamız çox uğurlu bir coğrafiyadır, amma bu coğrafiya tarixən Azərbaycan üçün problem yaradıb. Çoxlarının gözü burada olub kəsişmələrdir, xab potensialıdır. Cənab İlham Əliyev Azərbaycan bütövlükdə dövlətçilik tarixində ilk dəfə bu coğrafiyanı bizim üçün dividendə çevirib. Belə bir məqamda təbii ki, Azərbaycan eyni zamanda təhdidlər hardan gəlir, suverenliyi üçün, müstəqilliyi üçün, Azərbaycanın xalqının və dövlətinin maraq və mənafeləri üçün hardan təhdidlər gəlir, biz bunu yaxşı görürdük və bilirdik. Və zamanında Azərbaycan dövləti bu təhdidlərin qarşısını aldı. Biz bir daha deyirik, biz Azərbaycan olaraq bütün dünya xalqları ilə sülh, əmin-amanlıq şəraitində yaşamağı arzuluyuruq. Beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplərə uyuruq və həmin prinsiplərlə yaşamağı arzuluyuruq.
əməkdaşlığı çox vacib hesab edirik. Amma bunlar bərabər hüquqlu tərəfdaşlıq şəklində olmalıdır. Azərbaycanla diktə dilində danışmaq istəyən, Azərbaycanı 90-cı illərin zəif Azərbaycanı kimi görməkdə davam etmək istəyənlərin qarşısına biz çıxdıq. Bilirsiniz ki, adətən dövlətlər, möhkəm dövlətlər içdən fəth edilir və cənab prezidentin bir mənalı şəkildə bu məsələdə prinsipiallıq nümayiş etdirməsi, qeyri-hökumət təşkilatları, dırnaqarası media strukturları adı altında ölkəmizə yerləşdirilməyə çalışan, canlı bomba obrazı rolu oynayan bax o strukturlarla mübarizə, onların fəaliyyətinin şəffaflaşdırması. Əgər media strukturusansa, fəaliyyətin şəffaf olmalıdır. Qeyri-hökumət təşkilatsansa, məqsədin aydın olmalıdır, məqsəd siyasiləşməməlidir. Bu, hansısa dövlətin Azərbaycanı marionetinə çevirməyə yönəli bir siyasət olmamalıdır. Biz Gürcüstanda bunun nümunəsini gördük. Gürcüstan parlamenti parlament olaraq müstəqil şəkildə qanun qəbul etməkdə çətinlik çəkirdi. Bax, Azərbaycan bunların hələ 2010-cu illərin əvvəllərində öhdəsindən gəldi və nəticə etibarilə özümüz, sözümüz, gücümüz, imkanlarımız bizim özümüzün olanda artıq çox problemlərin öhdəsindən gəldik. Amma bilirsiniz, biz zaman-zaman indi danışırıq Azərbaycanın inkişafı, tərəqqisi, Azərbaycanın təbii ehtiyatları, xalqın mənafələrinə yönəldi. Bilirsiniz, Azərbaycan yalnız çadır şəhərciklərindən azad olmadı. Azərbaycan Ukraynanı, Gürcüstanı, daha sonra Ermənistanı əsrinə çevirən o narıncı çadırlardan azad oldu həm də. Və nəticə etibarilə o inqilablar dalğası, Sorosun, imperializmin maraqlarını güdən o inqilablar dalğası gəldi, məhz qüdrətli Azərbaycanın astanasında dayandı. Azərbaycan prezidenti onları yerinə yeksan etməklə Orta Asiyanı, Yaxın Şərqi və s. çox ölkələri hətta bu bəlaların, inqilablar dalğasından qurtardı. Ərəb Baharı dalğası, daha öncə narıncı inqilablar dalğası, bunlar hamısı bilirsiniz, bunların heç biri, heç bir dövlətə, heç bir ölkə və heç bir xalqa xoşbəxtlik gətirməyib. Bu inqilablar bir mənalı şəkildə, buna heç inqilab da demək olmaz, bunlar bir mənalı şəkildə həmin xalqların öz milli iradəsinin, kimlərinsə iradəsinə qurban verilməsi fonuna gətirib çıxarır. Bilirsiniz, bəzi hallarda qərb təbliğat maşını, mən bunu parlamentin sonuncu iclasında da dedim, qərb təbliğat maşını iki özünün müəyyən etdiyi marionetin arasında xalqın seçim etməsini demokratik seçki adlandırır. Baxmayaraq ki, onların hər ikisi, hər iki namizəd olur həmin qərb dövlətlərinin, ayrı-ayrı imperializmin nümayəndəsi və xalqın qarşısına verirlər ki, bizim iki namizədimizdən birini seçin. Bu da olur demokratik seçki. Qərb burada bunu arzu edirdi. Zaman-zaman arasında bunun çox təəssüflər olsun ki, ayrı-ayrı zamanlarda onlar bu və ya digər formada ayrı-ayrı insanların beyinlərini də yuya biliblər. Amma son nəticədə Azərbaycan xalqı, müdrik xalqı, vahid, necə deyərlər, o dövlətçilik məfkurəsinə sahib xalqdır və bugün biz vətən müharibəsində də gördük, antiterror tədbirlərində də gördük. İstər siyasi partiyalar, iki marionet partiyanın çıxmaq şərti ilə zaman-zaman biz bunları şahid olduq. Bunlar bir mənalı şəkildə Azərbaycan dövlətinin Müzəffər Ali Başkomandanının ətrafında birləşdi. Bu nə deməkdir? Bu deməkdir ki, artıq vahid milli güc Azərbaycanda hakim iradədir və o kənar qüvvələr, Azərbaycanı marionetə çevirmək istəyən ayrı-ayrı dırnaqarası özünü beynəlxalq ictimaiyyət adlandıran qüvvələrin artıq burada heç bir şansı yoxdur. Bilirsiniz, bir daha deyirəm, açıq şəkildə, açıq gözlə baxmaq lazımdır. Ölkələr sadaladınız. O inqilablar, dırnaqarası inqilablar hansına fayda gətirib? Hansı özünün iradəsinin sahibidir? Bir daha deyirəm, əgər dövlət öz parlamentində müstəqil qanun qəbul edə bilmirsə və yaxud dünənə qədər dövlət Qərbin dostu idi, dünənə qədər vizasız gediş-gəliş Avropa üçün və s. və ilə axır. Amma bugün bir anda hər şey dəyişir. Bu deməkdir ki, Qərb üçün əslində ümumbəşəri dəyərlər. Mən Qərb dedikdə, təbii ki, Qərbdə bizim çox yaxşı dostlarımız var. Bəli, hamısını aid etmirik. Hamısını aid etmirik. Özünü sadəcə dırnaqarası beynəlxalq ictimaiyyət adlandırıb dünyaya liderlik etmək istəyənlərdən söhbət gedir. Daha konkret desək, avrostrukturlardan daha çox söhbət gedir. O ümumbəşəri dəyərlər, insan haqları, demokratiya onlar üçün həmişə pərdə olub və cənab prezident də onları dəfələrlə ifşa edib. İstər Əlcəzairdə Fransanın neokolonist siyasətinə münasibətdə ki, bax budur sizin insana münasibətiniz. Milyon yarım insan qıran adam və yaxud da ki, dünyanın gözü önündə audiovizual vasitələrlə reallaşan, bax o sübutlar əldə edilə bugün 200-dən çox nüvə sınağı insanların yaşadığı yerdə keçirən Fransa bugün hansı insan haqlarından danışa bilər? Öldürdükləri adamların kəllə sümüklərindən isə muzey yaratmışdılar, xatırlayırsınız. Və həmin o muzey, bəli, Parisin mərkəzində bugün də həmin muzey qalmaqdadır və onlar
Xatırlayırsınızsa Azərbaycanın Zəfər parkına onlar əl uzadırdılar, dil uzadırdılar, sanki bir vandallıq bunu şəklində qələmə vermək istəyirdilər. Biz heç kimin ərazisində gedib müharibə aparmamışıq. Biz müharibə belə başlamamışıq. Onlardan fərqli olaraq biz ərazilərimizi işğaldan azad etmişik və bu zəfərimizi istənilən şəkildə qeyd etmək Azərbaycan xalqının bir mənalı şəkildə haqqıdır və üstəlik nəzərə alaq ki, Azərbaycan prezidentinin bir mənalı qəti tapşırığı ilə Azərbaycan ordusunun sıravi əskərindən generalına ən yüksək rütbəlisinə qədər beynəlxalq humanitar hüququ həmişə rəhbər tutub. Biz bir nəfər də olsun mülki insana əl qaldırmamışıq, silah tuşlamamışıq. Bax, bu idi bizim fərqimiz. Yaxşı, indi o bizə demokratiyadan, insan haqlarından dərs keçməyə çalışanlar öz ərazilərindən 1000 yox, 10.000 kilometrlərlə kənarda görün hansı işlər görürlər, ümumbəşəri dəyərləri necə ayaq altına atıb tapdıyırlar, beynəlxalq hüquqa necə hörmətsizlik edirlər. Ona görə də ən doğrusu elə biz özümüzük. Möhtərəm cənab prezidentin dediyi kimi Bakı Dövlət Universitetinin yubileyində bizi bizdən çox sevən yoxdur və çox şükürlər olsun ki, insanımız da, xalqımız da bunu daha yaxşı başa düşür. Bəli, zaman keçdikcə bunu daha dəqiq dərk edirik, daha yaxşı anlayırıq. Bəhruz müəllim, gəlin bu məqamda Antalyada keçirilən diplomatiya forumundakı bir fraqmentdən danışaq. Niyə fraqment adlandırıram həmin o prosesi? Ararat Mirzoyan NATO nümayəndəsi ilə görüşüb və forumun gedişatında daha sonra belə deyək. O görüş çərçivəsində isə belə bir cümlə işlədib. Azərbaycanla sülh müqaviləsi imzaladığımız gün ATƏT Minsk qrupunun buraxılması haqqında sənədə imza ata bilərik. Bu nə dərəcədə normal bir ifadədir bir diplomat üçün və yaxud da bizim danışılmış mövzularımız sırasında, ortada olan gündəlikdəki mövzular sırasında sülh gündəliyinin yekun mətni hazır olduğu halda bir tərəfdən təxribatlar var sərhəddə, digər tərəfdən isə ATƏT-in Minsk qrupundan hələ də bərk-bərk yapışıblar. Baxın, buradan yalnız və yalnız hamıya bəlli olan bir reallıq bir daha ortaya çıxır. Ermənistan reallıqda sülh arzulamır. Ermənistan üçün sülh anlayışı, Ermənistanın milli ideologiyasında sülh sabitlik anlayışı yoxdur. Onlar hələ də böyük dırnaqarası Ermənistan ideyasından əl çəkməyiblər və bunun da formulunu möhtərəm cənab prezident ADA Universitetindəki beynəlxalq forumda açıq şəkildə dedi və çox doğru da təsbit etdi. Bugün Ermənistanda aktiv və pasiv revanşistlər mövcuddur. Hakimiyyət sadəcə gizli şəkildə bu revanşizmi dəstəkləyir və bəzi hallarda da biz elə Ermənistan Xarici İşlər Nazirinin simasında bunu aktiv şəkildə revanşizmə meyilləri görürük. Digər revanşistlər isə Kaçaryan, Sarkisyan cütlüyü və onların bu və digər formada tərəfdaşlarıdır. Yəni, bugün faktik olaraq Ermənistanda keçmiş hakimiyyətlə sonraki hakimiyyətin, cari hakimiyyət arasında Azərbaycana münasibətdə köklü fikir ayrılığı yoxdur. Onların hər ikisi, sadəcə Kaçaryan və Sarkisyan bugün məsuliyyətdən kənar, idarəçilikdən kənar olduqları üçün daha açıq şəkildə bəyanatlarını deyirlər. Hansı ki, Paşinyan da açıq şəkildə zaman-zaman bunu deyib, Qarabağ Ermənistandır, nöqtə kimi. Və budur onların fərqləri. Və indiki məqamda o ki, qaldı Ararat Mirzoyanın bəyanatını, artıq bu bəyanatını 2 dəfə səsləndirib. Məsələ nədir? Birinci gəlin baxaq görək. ATƏT-in Minsk qrupu adlı qrupu, ümumiyyətlə həmin qrupun həmsədrlərini onlar bir yerə Ermənistana toplaya bilərmi? Bunlar üçü də bir-birindən tamamilə kənar, düşmən şəkildə olan dövlətlərdir. İkincisi, bu bölgədə münaqişə varmı? Üçüncüsü, Azərbaycan icazə verməsə, Ermənistan çox da imzalamasın. ATƏT-in Minsk qrupu adlı ümumiyyətlə qrup qalıbmı? Ermənistan indiki halda sadəcə sülh müqaviləsi imzalanması pərdəsi altında bunu yemə çevirib və bunun hesabına, bunun kölgəsində parazit kimi yaşamaq istəyir. Bəhruz müəllim, siz hüquqşünassınız. Gəlin bunun bir hüquqi təhlilini verək izləyicilərimizə. Bu qrupun fəaliyyəti nə dərəcədə realdır və yaxud da indiki bax bu vəziyyətdə, münaqişənin olmadığı bir vəziyyətdə qrupun fəaliyyətsizliyini hüquqi cəhətdən necə qiymətləndirə bilərik? Ümumiyyətlə, hər bir idarəçilik sistemində özünü doğrultmayan strukturlar bir mənalı şəkildə məhvə məhkumdur. Bu, hətta dövlətin özünün daxilindəki strukturlara da daxildir. Bax, görürsünüz, zaman-zaman Azərbaycanda ayrı-ayrı dövlət qurumları yaradılır, birləşdirilir və yaxud da ki, fəaliyyətinə xitam verilir. O cümlədən də ATƏT-in Minsk qrupu böyük ümidlərlə yaradılmışdı. Amma onlar fəaliyyətlərinin elə uzun bir dövr çəkdi, kifayət qədər o fəaliyyətlərinin
turist səyahətlərindən başqa bir şey olmadığını ortaya qoydular. Yəni ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə biz real sülhə aparan heç bir addımı şahidlik etməmişik. Bu və ya digər formada ayrı-ayrı samitlərdə, ayrı-ayrı görüşlərdə hansısa uğur qazanılıbsa, hansı ki o uğur da son nəticədə müharibəni qaçılmaz etdi, yəni ona uğur da demək olmazdı. Bu sadəcə Azərbaycanın səyləri ilə qəbul olunan ayrı-ayrı təsisatlardakı sənədlərdən başqa bir şey yox idi ortada. Və ATƏT-in Minsk qrupu yalnız və yalnız Ermənistanın işğalının, Azərbaycan ərazilərini işğal etməsinin legitimləşdirilməsi, Azərbaycanın bu işğalla barışması kimi fəaliyyətdən başqa bir fəaliyyət qoymadı ortaya. Necə oldu? Fransa siyasi və hərbi dəstək verirdi Ermənistana, Rusiya eyni dəstəyi verirdi, Amerika Birləşmiş Ştatları, xüsusən demokratlar iqtidarları dövründə Ermənistanı açıq şəkildə silahlandırırdı. Azərbaycan Xocalıya məruz qalıb, Xocalı qətliamına Amerika Birləşmiş Ştatları Azərbaycana sanksiyalar tətbiq edib. Bax, belə bir məqamda və yaxud da ki, Avropa İttifaqı olsun, düzdür, Avropa İttifaqını mən niyə adını çəkirəm? Çünki orada hərəkət verici qüvvə kimi bu dəqiqə Fransa çıxış edir və Fransada o zamanki artıq tarixin zibilliyində olan ATƏT-in Minsk qrupunun həmsədri idi. Bunlar açıq şəkildə daim Ermənistana dəstək veriblər. Belə vasitəçilik mi olardı? İndi isə vasitəçiliyə artıq ehtiyac yoxdur. Azərbaycan prezidenti əvvəldən bunu deyirdi. Amma sərhədlərin delimitasiya demarkasiyası üzrə əldə olunan ilkin nəticələr də göstərir ki, biz kənar vasitəçi olmadan kifayət qədər uğurlu şəkildə nələrəsə nail ola bilirik. Bu nailiyyət də Ermənistanın özünü praqmatik aparmasından irəli gəlmir. Cənab Prezidentinin yerli televiziyalara müsahibəsində də ifadə etdiyi kimi bu ilin yanvarında bu bizim monoloqumuz idi, bu bizim diktəmiz idi. İndiki halda Azərbaycanın heç bir diktə gücü beynəlxalq hüququn pozuntusuna yönəlməyib. Biz bütövlükdə bölgənin aparıcı dövləti kimi bu bölgənin məsuliyyətini daşıyırıq və bu bölgədə sülh və sabitlik üçün təhdid yaradacaq amillərin aradan qaldırılmasında israrlıyıq. ATƏT-in Minsk qrupunun mövcudluğunda iddia edənlər isə işğal dövrünün status quo-sunu arzulayanlardır və bu mənada Mirzoyan bu bəyanatı ilə əslində işğalçı mahiyyətini qoruyub saxladığını, təcavüzkar mahiyyətini qoruyub saxladığını göstərməkdədir. Amma çox şükürlər olsun ki, bu bölgədə əməliyyat şəraitini Azərbaycan tam şəkildə nəzarət edir və Mirzoyanın hər hansı bəyanatını, məğlub ölkənin, məğlub nazirinin hər hansı formada bəyanatlarının önəmi yoxdur. Bəhruz müəllim, yəqin ki, toxunmasaq olmaz bir məqama ki, Avropa müşahidəçi, o dırnaqarası müşahidəçi missiyanın Qarabağı binokullarla izləməsi məsələsinə. Baxın, təxribatlar hələ də davam edir sərhəddə. Demək olar ki, ötən həftəyə qədər hər gün səhər saatlarında Müdafiə Nazirliyinin məlumatını verirdik ki, mövqelərimiz yenidən atəşə tutulub, dəfələrlə, fasilələrlə atıcı silahlardan atəşə tutulub və yaxud da hansısa pilotsuz uçuş aparatlarının uçmasını biz görürdük və s. Amma müşahidəçi missiyası bunun haqqında bir kəlmə belə demir. Niyə demir və ümumiyyətlə o missiyanın bilirsiniz ki, vaxtı da uzadılıb, 2 il daha uzadıldı 2027-ci ilə qədər. Bu prosesləri reallaşdırmaqda əslində Qərbin məqsədi nədən ibarətdir? Əslində biz artıq o müşahidəçiləri daha çox Avropa İttifaqının Ermənistandakı hərbiləşmiş bazası hesab edə bilərik. Avropa İttifaqının. Və bu mənada sadəcə bir başqa prizmadan istəyirəm, baxaq. Vaxt var idi, qeyd etdiyiniz kimi biz başqa xəbərlər verirdik. Vaxt var idi, möhtərəm cənab prezident özü böyük niskillə deyirdi ki, biz gedirdik və Ağdama doğru, işğal altında olmuş ərazilərimizə doğru biz özümüz binokulla baxmaq məcburiyyətində idi. Amma görün, bir vaxtlar ərazilərimizə gələnlər, ərazilərimizdə istənilən kimi davrananlar, minalar bastıranlar və qanunsuz şəkildə o işğal altında olmuş ərazilərə səfər edən ayrı-ayrı qərb təsisatlarının nümayəndələri bugün binokulla baxmaqdan bir addım irəli gedə bilmirlər. Bax, budur reallıq. Və o ki, qaldı binokulla baxmağa çox təəssüflər olsun ki, bəzi hallarda ayrı-ayrı rəsmlər də gəlib bu oyuna alət olur. Biz bir neçə dəfə buna şahidlik etmişik, amma son nəticədə bu beynəlxalq hüquqda qəbul edilməz bir anlayışdır. Bugün qəbul edilməz bir situasiyadır. Bugün binokulla baxılması artıq Azərbaycanı həmin o qurumların düşmən gözü ilə görməsi deməkdir. Amma son nəticədə binokulla baxıb gördükləri məncə onları qane etməyən mənzərədir. Azərbaycan işğaldan azad olunmuş, vaxtı ilə Xarabazara döndərilmiş əraziləri bugün sözün əsl mənasında ən yaxşı Avropa şəhərlərindən daha müasir qurulur. Onlar, bax, gördüyü mənzərə budur. Onların gördüyü Azərbaycan əskərinin qürurlu, məğrur mənzərəsidir.
Reallıq ondan ibarətdir ki, əslində orada Azərbaycan tərəfindən atəş açılsa, o müşahidəçi missiyası heç orada dayana bilməz. O müşahidəçi missiyasının elə əsas vəzifəsi Azərbaycan əskərinin açacağı atəşi qeydə almaqdır. Onların yanında Ermənistan raket da atsa, Azərbaycan tərəfə top da atsa, heç bir formada onlar onu qeydə almayacaqlar. Onların mövqeyi bəllidir. Sülh fondu adı altında Ermənistana silah göndərən, açıq şəkildə işğal təcavüz, revanşist dairələri dəstəkləyən, işğal təcavüz niyyətlərinə açıq şəkildə qrantlar ayrılan bir təsisatdan biz başqa nəticədə gözləmirik.